Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlu Körpü kəndində Qozlu Körpü su elektrik stansiyasının açılışında iştirak edib. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Babar Zayev dövlətimizin başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən su elektrik stansiyalarının vəziyyəti, Tərtər çay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verdi. Bildirildi ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 meqavat gücündə 38 su elektrik stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Tərtər çayın hidroenerji potensialının 30 ses olması müəyyən edilib. Hazırda 22 ses Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismardadır. 5 sesin tikintisi icra olunur. 3 sesin inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtər çay tamamilə ölkə daxilində formalaşır. Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda regionun ən iri su arteriyası olan Tərtər çay üzərində inşa edilmiş Qozlu Körpü su elektrik stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş su qəbul edici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar az sulu dövrlərdə 25%, bol sulu dövrlərdə isə 100% məhsuldarlıqla fasiləsiz işləyə bilir. Stansiyanın ölkə enerji sisteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarə etmə sisteminə inteqrasiya olunub. Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar eyni zamanda zərərli maddələrin suya qarışmasının qarşısını almaqla onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı su ehtiyatının formalaşmasına da töhfə verəcək.